Hə, deməli, bugünkü dərsimiz can modal fe'lidir. Can Azərbaycan dilində tərcümədə bacarmaq, bilmək deməkdir. Transkripsiyasında yazaq. Can formasında deyilir. Can'in şəxslər üzrə qruplaşdırılmasına nəzər salsaq, singular, tək şəxslərdir. I can. Mən bacarıram. You can. Sən bacarırsan. He can. O bacarır kişi cinsində. She can. O bacarır qadın cinsində. It can. O bacarır cansızlarla. O cansızlarla. Bəs deyirsiniz ki, bu cansızdırsa necə bacarır, nəyi bacarır? Demişdik ki, cansızlara heyvanlar da aiddir. Heyvanlar, quşlar, balıqlar. Məsələn, deyə bilərik ki, itə aid. The bird can fly. Quş uçmağı bacarır. Burada z nədir? The bird, it. İtlə əvəz eləsək görürük, it can fly. O uçmağı bacarır. Daha sonra pluralda. Plural şəxslər üzrə bölüşdürülməsinə baxaq. Plural. We can. Biz bacarırıq. You can. Siz bacarırsınız. They can. Onlar bacarırlar. Gəlin bunların hərəsinə aid bir dənə nümunə quraq. We can playing football. Biz futbol oynamağı bacarırıq. Sonra you can dancing. Sən rəqs etməyi bacarırsan. Daha sonra they can singing. Onlar mahnı oxumağı bacarır. Daha sonra gəlin baxaq can'in sualı və inkarı necə düzəlir. Sual forması. Yəni interrogative form. Sual formasında interrogative formda can cümlənin əvvəlinə keçir. Əvvəlinə keçir. Məsələn, deyirəm ki, I can dancing. Mən rəqs etməyi bacarıram. Sual formasında can'i əvvələ qoyuram. Deyirəm, can I dancing? Can I dancing? Mən rəqs etməyi bacarıram. Və yaxud da ki, başqa bir nümunəyə nəzər salsaq. Deyirəm, she can playing tennis. O tenis oynamağı bacarır. Sualda nə edirdik? Can'i cümlənin əvvəlinə keçirdik. Deyirik, can she playing tennis? O tenis oynamağı bacarır deyə sual veririk. Daha sonra sual forması da bu qədər. Yekunlaşdırsaq deyə bilərik ki, can'in sual forması necə düzəlir? Can cümlənin əvvəlinə keçir. Yəni, he can playing tennis təsdiq cümləmizdirsə, bunun sualında can cümlənin əvvəlinə keçəcək. Olacaq, can she playing tennis? O tenis oynamağı bacarır.
Sonra bəs kənin inkarı necə düzəlir? Ona baxaq. İnkar forma, yəni negativ form. İnkar formada kəndən sonra not gəlir. Baxın, yəni can plus not bərabərdir can't. Can't. Bu uzun forma, bu isə qısa forma. Can't. Gəl nümunələrə baxaq. Dedik ki, she can dancing. O rəqs etməyi bacarır. Bəs inkarda necə deyərik? O rəqs etməyi bacarmır. She cannot. Və yaxud da ki, bunu yazırıq can't dancing. Daha sonra başqa bir nümunə. He can singing yazaq indi də. O oxumağı bacarır. He can singing. İnkarda nə edirdik? Kəndən sonra not artırırdıq. He cannot və yaxud da can't. He can't singing. O oxumağı bacarmır. Belə, inkar forması haqqında da bu qədər. Yekunlaşdırsaq, deyərik ki, kənin interrogativ formu, yəni inkar forması kənin üstünə not hissəciyini artırmaqla düzəlir və qısa forması da can't formasında olur. Sonra bundan əlavə kənin keçmiş zaman forması da var. Bəs kənin keçmiş zaman forması hansıdır müəllimə? İndi deyəcəyik. Kənin keçmiş zaman forması could'dur. Forması could. Deməli, kənin keçmiş zaman forması nə oldu? Could. Yəni, şəxsi özlə bölüşdürsək, I could, mən bacardım, you could, sən bacardın, görürsünüz, keçmiş zamanda işlədirik. He could, o bacardı kişi cinsində, she could, o bacardı qadın cinsində, it could, o bacardı cansızlarla. Gördük, hamısını keçmiş zamanda işlətdik. Tərcümədə də keçmiş zaman bacardı, o bacardı, sən bacardın, mən bacardım formasında işlətdik. Bəs can formasında yenə eyni. We could, biz bacardıq. You could, siz bacardınız. They could, onlar bacardılar formasında olur. Gəlin could-a aid də bir neçə cümlə quraq və onu sualda, inkarda işlədək. Bir də onu qeyd edeyim ki, kənin sual inkarı necə düzəlirsə, could-un sual inkarı da o formada düzəlir. Yəni, qətiyyən aralarında heç bir fərq yoxdur. Yəni, məsələn, deyirəm ki, they could, onlar nə bacarırdılar? They could playing chess. Onlar şahmat oynamağı bacarırdılar. Gəlin indi bunu sual formasına çevirək. Sual formasında nə edirdik? Can, could cümlənin əvvəlinə keçirdik. Yəni, could they playing tennis, playing chess. Onlar şahmat oynamağı bacarırdılar. Gördünüz, keçmiş zamanda işlətdik. Sonra inkar formasında they could not və yaxud da ki, qısaldılmış forması couldn't. They couldn't playing chess. Deməli,
Could'un sualı could cümlənin əvvəlinə keçdi. Could'un inkarı, could'dan sonra not gəldi və yaxud da ki, qısa forması couldn't formasında. Bunu da belə qısa qeyd kimi yazaq. Could, üstə gəl, not. Bu bərabərdir nəyə? Couldn't. Bu da bu formada oldu. Belə inkar, təsdiq, sual hər üç formasında yazdıq. Bəs biz can-lə sual verdiksə, onun cavabını short answer, yəni qısa cavab olaraq necə verərik? Birinci cümləmizi tərcümə edirik. Deyir ki, can lions run fast? Şirlər sürətli qaça bilir. Bəli, qaça bilirlər. Bunun qısa formasında deyirik ki, yes. Lions nədir? Şəxs əvəzli olaraq they can. Bəli, onlar can, bacarır. Və yaxud da ki, biz bura they yazmırıq. Yazırıq yes, lions can. Bəli, şirlər bacarır. Bu bizim qısa cavabımız oldu. Bəs ikinci suala baxırıq. Deyir, can a dolphin fly? Delfinlər uçmağı bacarır. Təbii ki, delfinlər uçmağı bacarmır. Biz buna deməli no ilə cavab verəcəyik. Yazacaq no. A dolphin təkdədir. Ona görə nədir bu? It, no, it can not. No, it can not. Xeyr, o bacarmır. Və yaxud da ki, no, a dolphin can't. Və yaxud da ki, can not formasında. Digərinə baxaq. Can a lion swim? Şir üzməyi bacarır. Təbii ki, xeyr. Deyirik no. A lion nədir? It. No, it cannot. Və yaxud da ki, can't. Iti yazmarıq. Ona yenə yazarıq. No. A lion can't. Və yaxud da ki, cannot. Əgər siz istəyirsinizsə ki, bunu uzun formada yazasınız, uzun formada da təbii ki, yaza bilərsiniz. Qısa forması budur. No, it cannot. Düzdür. Bunun davamını da yazırıq. No, it cannot swim. Xeyr, üzməyi bacarmır. Yəni, biz burada cümlənin ardını yaza da bilərik, yazmaya da bilərik. Amma bizdən əgər short answer istəyirsə, qısa cavab istəyirsə, sadəcə bu hissəni yazacağıq. Bu da belə.